Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 4 sot yarımın içərisində 4 otaqlı ev 130 min manata, 120 kvadratlıq evdir. Paket kupcalı evdir, qaz, su, işıq sayğacları var, kanalizasiya əsasdakı mərkəzidir. Sarayın ən hündür yerindədir. Bax, ən hündür ərazidədir bu ev, 130 min manatadır. Hələ həyətin böyüklüyünə baxın, bir dənə zəhmət olmasa, baxın. Qazon hissəsinə baxın. Bax, bu hissədə istəsiz manqalxana, besetka, söhbətgah, nə istəsiz düzəldə bilərsiniz. Hətta hovuz da düzəltmək olar. Darvazanın girəcəyi də buradandır. Burada da qəşəng maşın girir, düz evin altına. Paket kupcalı evdir. Həqiqətən bu boyda həyətdə ev olmur. Mütləq gəlin bu evə baxın. Evin dörd bir tərəfinə fırlanmaq olur. Sonra evimizin üstü qaban çıxdı. Bax, axırda bu boyda uzun bir bura mərkəzi kanalizasiyasının trapını qoyublar. Bax, bu da gördüyümüz bura qanuni qaban çıxdı. Qaban çıxdı, maşın buradan düz darvazadan gəlir, girir qaraca. Görürsünüz, necə yarı aşıqlı, bütün təmiri, hamısı yekunlaşıb. Buradan da gəlir evimizin aşağısına. Bax, gəlin, 4 otaqlı evdir, 130 min manatadır, Saray qəsəbəsinin ən hündür ərazisindədir. Bax, bura evimizin, bax, ara kəsmələrinə bir dənə baxın, ara kəsmələrinə qədər qoşadaşdır. Bura aşağıda olan belə bir zaldır, köməkçi zaldır. Görürsünüz, bax, belə, buradan 2 pəncərəsi də var. Bir pəncərə burada, bir pəncərə burada. Sonra, burada radiatora yer qoyulub. Aşağıda da var, yuxarıda da var. Sonra, burada da belə bir otaqdır. Hətta bunun da pəncərəsi var. Evimizin arxasında məsafəsi buradan görsəlir. Bunları inşallah gələndə lap tez sizə surətli göstərəcəm. Sonra, bax, buradan gəlirik bura. Burada, aşağıda, birinci mərtəbənin hamam tualetidir, hazır vəziyyətdədir. Yenə də əlavə burada bir köməkçi otaq. Bunlar evimizin aşağısına aid olan hissəsidir. İndi yuxarı baxaq. Hörmətli izləyicilər, 12 daş kürsülü, siz təsəvvür edin, 12 daş kürsülüdür. Bax, buradan da gəldik, evimizin qapısını açıb giririk içəri. Buradan da krişaya çıxmaq üçün xüsusi yeri var. Bu da evimizin girəcək koridor hissəsi. Baxın, görün nə boyda genişliyində koridordur, bax. Böyük bir koridordur. Birinci mətbəxindən başlayaq. Bax, mətbəxin genişliyinə baxın, kvadratı çox böyük kvadratdır. Mətbəxdir, mebel arası keramika da vurulub, mebel altlığı da vurulub. Radiatorun yeri var, pəncərələrə, şəbəkə pəncərədir. Yuxarıda bir dənə əlavə fortika üçün yer açılıb. Buradan gəldik, koridorda da radiator yeri var, bu da qonaq otağı. Bax, bu da qonaq otağıdır, yəni zalıdır. Görürsünüz, bax, genişliyi, laminatı, radiatorun yeri, aboyları, təmiri, həqiqətən super evdir, 4 otaqlı evdir. Burada bir yataq otağıdır. Görürsünüz. Burada bir yataq otağıdır, bu böyük yataq otağıdır. Burada bir yataq otağıdır. Hamısı böyük otaqlardır. Bax, fikir verirsiniz. Burada da sanitar qovşağıdır. Unitazından, moydadından, duşuna qədər hazırdır. Taban, asma tavandır, tavanı da. Bax, belə. Deməli, bir də izah edirəm, zəhmət olmasa yaxınlaşın. Bu ev Saray qəsəbəsindədir. Gəlin bura. Bu ev Saray qəsəbəsindədir. Sarayın ən hündür yerindədir. Nizami küçəsindən də gəlmək olur bura. Təzə yoldan da gəlmək olur. Paket kupcalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Hətta joloblarda mərkəzi kanalizasiya qoşulub. Həyətində bir də deyirəm. Bax, darvazadan maşın girir içəri, birbaşa girir qaraca. Qazon əkilən yerindədir. İstərsiniz basen eləyin, istəyirsiniz söhbətçi eləyin, istəyirsiniz manqal düzəldin. Nə istəyirsiniz burada eləmək mümkündür. 4 sot yarım həyəti var. Belə evlər olmayacaq, çünki hamısının həyəti biraz balaca olur. 130 mindən də narahat olmayın. Gəlin ev yəsilə danışın, yaxşı endirim eləyəcək qiymətində. Sağ olun.